deyir ki, EBOB x plus 40 ilə x plus 17-nin EBOB x minus 6-sı x-in ala biləcək qiymətlərini tapın. Hansı ki, sual videoya yerləşdirəcəm. Baxarsınız, deməli, EBOB-u x minus 6 olan 2 ədəd düşünün. Əgər 2 ədədin EBOB x minus 6-dırsa, deməli, həm x plus 40 x minus 6-ya tam bölünür. Həm x plus 17 x minus 6-ya tam bölünür. Gəlin bunları ayrı-ayrı kəsir xəttində yazmağı bacaraq. X minus 6 üstə gəl 46 yazaram. Bölünsün x minus 6. Digər tərəf isə x minus 6 üstə gəlinsin 23 bölünsün x minus 6 yazaram. Bu nə deməkdir? 1 üstə gəlinsin 46 bölünsün x minus 6. Bəs bu nə deməkdir? Bu da 1 üstə gəl 23 bölünsün x minus 6. Yəni sizə demək istəyir ki, həm 46-nın həm 23-ün bölündüyü ortaq ədədlərin cəmini tap. X minus 6-lar nə ola bilər? Ortaq bölündüyü 1 və 23. O zaman mən x minus 6-ya 1 versəm, x-imiz neçə olacaq? 7. X minus 6-ya 23 versəm, x-imiz neçə olacaq? 29. Deməli, sizin x-in ala biləcəyi qiymətlər 7 və 29-dur. Cəmləri isə nə qədər eləyir? 29, o da 7, 36. Və son olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda MİQ və sertifikasiya dərslərimiz davam edir. Dərslərlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər kanaldan WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. İzlədiyiniz üçün sağ olun.